Elə pasiyent var ki, 10 banka qoyuruq, təsir göstərmir, banka sayını artırır. Salam, hər vaxtınız xeyir olsun, doktor. Hər vaxtınız xeyir olsun. Əziz doktor, hicamaya gələrkən bilmədikləriniz nələrdir? Hicamaya gələrkən əsasən bunlardır. Bir neçə vacib məqamı bildirəcəm sizə. Əsas boş qarına, yəni ac gəlmək lazımdır. Az deyəndə bu nəzərdə tutulur. Yemək yemək lazımdır. Yeməkdən 3-4 saat keçməlidir ki, yaxınlaşasınız. Gələrkən də proteinli qidalardan, ağartı məhsullardan istifadə etməyi tövsiyə edilmir. Həkim, çox vaxtı yanınıza gələn pasiyentlərdə qan təzyiqi ilə bağlı problemlər yaşanır. Onunla bağlı nə etmək olur? Əsasən bu qan təzyiqi aşağı olan pasiyentlərdən vacibdir. Bunun üçün əsasən öz həkiminə, mütəxəssisinə müraciət etməlidir. Ondan tövsiyə alıb sonra yaxınlaşmaq lazımdır. Həkim, bir də pasiyentlərimizdən daimi dərman istifadə edən pasiyentlər də olur da, bilirsiniz bunları. Onlar nə etməlidir, yəni necə müraciət etsinlər? Bu əsasən qandurucu dərmanlar istifadə edənlərə aiddir. Bunlar hicamaya gələrkən bir gün əvvəl və hicamadan bir gün sonra bu dərman istifadələrini saxlamalıdırlar. Bir də həkim, yaxşı həkim, bəs hicamadan çıxandan sonra istirahət necə olmalıdır, yəni necə istirahət etməlidir? Bu vacib bir məqamdır. Hicamadan sonra bədəni dincəltmək lazımdır. Əsasən hansısa bir fiziki tərlədici işlər görmək olmaz, bədəni tərlətmək olmaz. Bol maye qəbul etmək lazımdır. Bu hicamadan sonra qan dövranı daha tez tənzimləyir bol maye və dincəlmək mütləqdir. Bir də həkim, pasiyentlərimizin belə bir sualı var. Yəni hicamaya gələn zaman banka qoyursunuz. Yəni o neçədən olmalıdır? Neçə dənə banka qoymaq olur? Bunu bir çox pasiyentlər sual verir. Yəni bunu hər dəfə də izah edirəm pasiyentlərə. Ümumiyyətlə biz banka sayıyla işləmirik. Biz banka sayının pasiyentin vəziyyətinə, nahiyəyə, çəkiyə, hətta çıxan qana belə ona görə təyin edirik. Banka sayı ilə işləyən hicamaçılar onu deyib ki, onlar hicam etmirlər, onlar banka alver edirlər. Biz amma pasiyentin vəziyyətinə görə baxırıq. Adətən bu 8, 10, 12 banka təyin edilir, amma elə pasiyentlərimiz olur ki, 3 banka qoymaq olar, 4-cü banka əks təsir göstərə bilər. Elə pasiyent var ki, 10 banka qoyuruq, təsir göstərmir, banka sayını artırır. Bunun üçün mütləq şəkildə bunu pasiyent özü yox, hicam edən şəxs qərar verməlidir. Xatırladım ki, hicama vaxtı 250-270 qramdan çox qan çıxartmaq olmaz, yəni toksinli qan çıxartmaq olmaz. Bir də həkim, çox vaxtı damardan çıxan qanla hicamadan çıxan qanın arasında nə fərq var? Yəni nə etmək olur? Fərqini deyim sizə. Fərqi olur ki, damardan aldığımız qanın